barış səsi. Ayılar. Bala ayılar əvvəlcə təəccüb içində idilər. Ancaq yavaş-yavaş yumuşaq caynaqlar üzərində yeriməyə başladılar. Onlar hər şeyi qoxulayırdılar. Daşları, ağacları, otları, gülləri, hər nəyi iyləyirdilər. Ayıların oylağında min yeni ətir var idi. Birdən-birə ana ayı iki ayaqları üstünə qalxıb yaxındakı çola matdım baxır. O nəsə bir şeyin qoxusunu alır. Sonra uca səslə köksündəki nəfəsi burnundan havaya buraxır. Bala ayılar fikirləşmədən tələm-tələsik qaçıb uca bir ağaca yuxarı dırmandılar. Ağacın üstündən çölə baxırlar. Bu kitab Dəniz Yayım evində nəşr olubdu və 11 yaşdan 15 yaşlı uşaqlar üçün münasibdir. Uşaq kitablarını türkçe dilində barışsəsi.com-dan istəyin.